Dolab hazırlığı part 2. Davutoğlu mebel şirkəti gözəl əl işləri ilə dolabımızı yığmağa başlasınlar. Mən isə sizə nədən bəhs etdim? Bugünkü gün reallıq olan ətrafımızdan və müəyyən qohumların reaksiyasından. Əvvəllər heç kim soruşmazdı. Necəsən? Nə ilə məşğulsan deyə. Nə etdiyim, nə ilə çarpışdığım heç kimi maraqlandırmazdı. Susurdum, çünki danışsam da anlayan olmayacaqdı. İndi isə sadəcə evimdə müəyyən dəyişikliklər edirəm. Eyni insanlar baxıb başlayırlar. Nə bəxtəvərdir. Gör nəyin hesabına bunları edir. Amma heç kim bilmir ki, bu sadə dəyişikliklərin arxasında illərlə görülməyən əziyyət var. Qənaətlə, səbirlə, hər şeyi yavaş-yavaş, öz gücümüzlə edirik. Bir anda gəlməyib heçnə. Heç kim bilməz, bəzən hansı şeylərdən imtina etmişik, hansı xırda arzuları gözlənməyə qoymuşuq ki, bu gün evdə bir masa, bir stul düzəldə bilək. Sadəcə səbir etdik, gözlədik, gözləyərkən də çalışdıq və bu gün bu kiçik dəyişikliklər bizim üçün böyük sevinclər oldu. Kənardan görünən bəxt deyil, bu səbrin, mübarizənin və ailəmin dəstəyinin nəticəsidir. Biz birlikdə yavaş-yavaş qururuq hər şeyi. Tək deyiləm. Yanımda həmişə dərdimi paylaşan bir ailəm var. Bütün fərq də buradadır. Sizin də ətrafınızda belə bir qohum, tanışlarınız varmı? İndi isə keçək gördüyümüz kimi dolaba. Sizcə necə alınır? Dolabın yekununu görmək istəyirsinizsə gözünüz səhifəmdə olsun. Bəyənək, rəy yazaq, save edək ki, hamının qarşısına çıxsın. Part 3-də görüşərik.